Sınaq 52 çox gözəl sınavdır da, yəni mənim xoşuma gəldi bu sınav. Buraxılış tipindədir, amma bloka yaxındır. Yəni bəzi suallar var, bloka yaxın tiplərdəndir. Çalışacağım, baxacağıq. İnşallah başlayaq. Deməli, birinci sualda 3'də 1 x. Bax, hər tərəfin 12'yə vuraq bunu. 12'yə vursaq, alınacaq 4x çıx 8, 3x minus 9 bərabərdir -14. Buradan da x'in hesablasaz görəsiz 3 alınır. Yəni bunun üzərində dayanmıram. Bu asan sualdır. ABCD üçbucağın tərəfləridirsə perimetri toplayırıq tərəf-tərəfə. Yəni A plus B 6-dan kiçik, B plus C 9-dan kiçik, C plus A 11-dən kiçik. Tərəf-tərəfə toplasaq bu onsuz da perimetri verəcək. Daha doğrusu 2P verəcək. Yəni 2A 2B olur. Kiçikdir 26'dan, P də kiçikdir 13'dən. Ən böyük qiyməti neçə olacaq? 12. Yəni asandır. Bu sualda mən yanlışlıq olduğunu düşünürəm. Ona görə bu suala ilə baxmıram. 4-cü suala baxaq. 4-cü sualda görək nə deyir? Sinus 4x çıx kosinus 4x bərabər 1. Dostlar, belə bir tənlik gördüksə, dərəcə azaltmadan istifadə edin. Olacaq 1 minus kosinus 4x bölü 2 çıxılsın 1 plus kosinus 4x bölü 2 bərabərdir 1. Hər tərəfini 2'yə vursaq olacaq 1 minus kosinus 4x minus 1 minus kosinus 4x bərabər 2'yə. Bu birlər gedər. Burada mənfi 2 kosinus 4x bərabərdir 2'yə. Kosinus 4x bərabərdir mənfi 1'ə. Buradan da mənfi 1'i bilirik ki, harda alır kosinus? Pi, deməli pi üstəgəl 2 pi k-da. Hər tərəfi 4'ə bölsəm alınacaq pi bölünsün 4, pi k bölünsün 2. Yəni doğru cavabımız C. 5-ci sual möhtəşəm deyil, çünki asandır. Buradan baxsaq, bura 40 dərəcədir. Uyğun ona qövsü onun yarısıdır, yəni ki 80 dərəcədir. Kubun tam səthinin sayısı, bu da asandır. 6a kvadratı bərabər 72'yə, a kvadratı bərabərdir 12'yə. Yəni hər bir üzünün sayısı 12'dir. Diagonalını tap. Diagonalını bilirik ki, bu burada göstərim, diagonalı hansıdır. Dostlar, diagonalı budur. Diagonalının düsturu var əslində. Məsələn, bura A, deməli bura A kökdə 2'dir. Bura A'dır. Düzdür. Diagonalı, yəni tapmaq üçün D bərabərdir. Diagonalı necə tapırlar? Yəni düsturu budur. A kvadrat üstəgəl A kökdə 2'nin kvadratı. Bu da eləyir 3A kvadratı. Yəni A kökdə 3 düsturu iləndir. Buradan da A bilirik ki, kök altda 12'dir. Yəni 2 kökdə 3'dür. Gəlib yerinə yazsam 2 kökdə 3'ü bırak kökdə 3'ə. Buradan da cavab neçə alınacaq? 6 alınacaq, yəni D variantı. Silindrin ox kəsiyi. Silindrin ox kəsiyi yaxşı alınmasa da üzürlü sayın. Deməli, buradan nə alınacaq? Ox kəsiyi budur. Bir dəqiqə. Budur ox kəsiyi. Deməli olacaq, ox kəsiyinin diagonalı, yəni bu, oturacaqla 60 dərəcəli bucağı əmələ gətirir. Radiusu 2 kökdə 2'dirsə, umumi bura olacaq 4 kökdə 3. Bura 30 dərəcə olduğundan, çünki bura 90 dərəcədir. Onda bura 8 kökdə 3 alınır. Qarşıdakı katetdir. Bu da bunun kökdə 3 mislidir, yəni 12 alınır. Həcmini tap. Həcmi bilirik ki, biz S oturacaq, vur H-dır. Yəni oturacağın sayısı dairədir.
olacaq 4 kök, daha doğrusu radiusun sahəsi, yəni pi r kvadratı vur h-dır. Buradan da 2 kökdə 3-ün kvadratı vur ümumi hündürlüyə vur pi. Buradan da hesablasaq 3, 4, 12 vur 12'ye, yəni necə 144 pi. Doğru cavabımız B. Müstəvini kəsən düz xətt parçaları, ucları müstəvidə, baxın, bir dənə müstəvi çəkirəm, adi müstəvi kimi qəbul edək bunu. Bir dənə də belə çəkirəm. Müstəvi, bunun məsafəsi 6 olsun. Buradan məsafəsi 10 olsun. Bunlar hamısı 90 dərəcə. Bu 6, bu 10. Ucları. Parçanın müstəvi üzərindəki proyeksiyası. Dostlar, parçanın müstəvi üzərindəki proyeksiyası bu parçada budur, buradır. Bir də buradır. Bir yerdə sayılır. Proyeksiyası 12'dir. Ümumi 12'dir. Mən buranı uzatsam, baxın, görün nə göz alınır. Buna uzatsam, burada 6 olacaq. Bura ümumi 16'dır. Burada parçada müstəvi üzərindəki proyeksiyası, üzr istəyirəm, bura 12'dir. Biz bu parçanın uzunluğunu necə taparıq? Pifagora yerə. X'in kvadratı, yəni 144 üstə gəl 256. X'in də buradan 20 olduğu görünəcək. Yəni Y variantı. Paralel köçürmədə A nöqtəsi çevrənin mərkəzinə keçirsə. Yəni çevrənin mərkəzi. Ümumiyyətlə çevrənin tənliyinin düsturu y minus b'nin kvadratı və r'in kvadratı. Burada A ilə B mərkəzi nöqtələrdir. İndi məsələn bunu x plus 3 yaza bilərəmmi? Məsələn bunun açılışı, düzdürmü? Burada artıq 9 var. Çıxardıram çölə. Bunu da y minus 2'nin kvadratı yaza bilərəmmi? Burada 4 var, 4'ü çıxardıram. Buradan plus 9 alınır, 0. Bu 9'lar gedər. Tənliyimiz artıq bu şəkildədir. 4. Buradan R2 olur. Deməli, A nöqtəsi A olur -3, B olur 2. Bundan yəqin ki, hamı razıdır. İndi nöqtə keçirsə, məsələn, nöqtə necə tapırdı? Məsələn, nöqtənin keçirmə düsturu da, yəni belə yazır. X bərabərdir x kiçirik plus tutaq ki A. Y bərabərdir y kiçirik bərabər plus B. Düzdür. İndi bu nöqtəsi hansı nöqtə? Yəni bu A nöqtəsi 3 -4. Keçib tutaq ki A kiçirik -3 2'yə. Gəlin bu A'ları tapaq. Olacaq 3 bərabərdir. Keçən nöqtə -3 tutaq ki A'ya. Buna A deməyək də, buna M deyək. Buna da M deyək. M. Buradan M olacaq 6. İndi N'yi tapmaq istəyirəm. -4 bərabərdir 2 plus N. N də buradan 6 olur. İndi B nöqtəsi hansı nöqtəyə çevrilər? Artıq yeni düsturumuz necə oldu? X bərabərdir. Tutaq ki x kiçirik üstə gəl 6. Y bərabərdir y kiçirik plus 6. İndi M nöqtəsi hansı nöqtəyə çevrilər? Yəni buradan olacaq -2 bərabərdir x kiçirik 1. Buna 1 yazaq. Üstə gəl 6. Buradan da x1 kiçirik bərabərdir -8 olur. İndi y kiçirik tapmaq üçün deməli 5 bərabərdir. Y1 kiçirik üstə gəl 6'ya. Y1 kiçirik də buradan neçə olur? Deməli -1 olur. Əgər səhv hesablamadımsa. Hansı nöqtəyə keçər? Bir dəqiqə. Görüm hesab səhvim olmadı ki buradan. -3 2 nöqtəsi. Deməli yazdıq. Bu nöqtəsi bu mərkəzinə keçirsə, bir dəqiqə, yəni 3 bərabərdir -3 plus M, buradan M6, deməli 2 -4 bərabərdir, bir dəqiqə, -4 bərabərdir 2 plus N. Burada M -6 alınır, üzr istəyirəm. Burada M -6'dır. Başlayayım. Burada M -6'dır. Buradan da
eşitlik 11. Deməli olacaq -8 11. Yəni doğru cavabımız Y. ABC düzbucaqlısında Y BC-yə perpendikulyar. Bura 90'dır. BD 20, harada o BD? 20-dirsə onda bura 10, 10 qalır. BC 16-dır, onda bura 8, 8 qalır. Sonra nə deyir? Üçbucağın sahəsini tap. BYC üçbucağının sahəsi. BYC üçbucağın sahəsini tapmaq üçün bizə hündürlük və yaxud da nələr lazımdır? Gəlin aha. Düzbucaqlısıdır. İndi baxaq. Bu buna perpendikulyardırsa, görək nə əməllər apara bilərik. Bunu biraz bir dəqiqə. Aha, onlayn dərsimin başlamağına biraz var. Aha, görək nə edə bilərik burada. Bura 90 dərəcədir. Qoy bunu yaxşı çəkək. Bu 90 dərəcədir. Sonra nə edə bilərik? Baxın, bu da 90'dır da, düzdür? 90'dır. Bax, bu üçbucaqla bu böyük üçbucaq oxşardır. Yəqin ki, razısınız məndən. Deməli, bu oxşarlıq əmsalını indi tapmağa təyin edəcəyik. Baxın, 1'in 2'yədir bura. Baxın, 1'in 2'yədir. Yəni, bura h desəm, bura olacaq 2h. Razısınız? Onda bura 2h'dırsa, burada 2h'dır. İndi nə edə bilərik sonra? 1'in 2'yədir. Buranı bildik. Sonra burada 1'in 2 olmalıdır. Yəni, bura m'dirsə, burada 2m olmalıdır. Onda bura m qalır. Bu həm mediandır, həm hündürlükdürsə, həm tənböləndir. Bizdə BC-ni 16 verib. Vay. 16 verib. Deyirəm axı, bura 16'dırsa, onda bura 8, 8 qalacaq. Deməli, bu bərabər yanlı üçbucaq imiş. Deməli, bura 10'dur. Bura Pifagorla necə taparıq buranı h-ı? H-ın kvadratı bərabərdir 10'un kvadratından 8'in kvadratını çıxar. H kvadratı bərabərdir 36'ya. H da 6'dır. İndi buranın sahəsini soruşur. BYC-nin sahəsini necə tapacağıq? SBYC bərabərdir 2'də 1. BC vurulsun YF. Bu da olacaq 2'də 1 vur 16 vur 6. Bu da olacaq 48. Yəni doğru cavabımız 6. Qəşəng sualdır. X plus y'in qiymətini verib. Deməli, gəlin bunu açaq. X kvadratı 2xy üstəgəl y kvadratı 4xy plus 2. Bundan bu olacaq x plus kvadrat y kvadratı plus 2xy plus 2. Bu da x plus 2'ni plus y'in kvadratının açılışıdır. Bunun yerinə 4 verib. Yəni 16 plus 2 18. Yəni y. Funksiyanın təpə nöqtəsinin koordinatları dostlar belə olur. A vurulsun x minus m kvadratı plus n. Burada m budur, n də budur. Təpə nöqtəsi budur. Yəni buradan m-i 4'dür. N-i də -2'dir. Yəni bunların da cəmini soruşur. Yəni 2 A variantı. Buradan 3 üstü 4 3 dənədir. Yəni 3 üstü 4 vur. Yəni 3 üstü 4 3 dənə 3 üstü 4'ü toplayırsan da aydındır. 3 üstü 4 3 üstü 4. Məsələn adi deyirəm 2 plus 2 üstəgəl 2. Bunu 2 3 dənə 2 vur 2 yaza bilərsən. Yəni 3 vur 3 üstü 4. Bu özü yuxarıda 3 üstü 5 alınır. Aşağıda 3'ün kubunun kvadratıdır. Yəni 3 üstü 6'dır. Bu da 3 üstü 6'dır. Yəni 3'də 1 qalır. Yəni B variantı. Funksiyası üçün bax bu neçə dərəcədir? 270. Olacaq fx bərabərdir 4 vurulsun sinus 270 1 minus sinus 270. Cavab -1. Bu da -1. Yuxarıda elədi -4. Aşağıda elədi 2. Yəni doğru cavabımız -2 D. İfadəsini sadələşdirin. Yuxarı müxtəsərdir. Yəni 1'in kvadratı çıx
kosinus kvadratı x. Bunda yazaram 2 sinus x kosinus x. Bunda yerine sinus kvadratı x yazsam 2 sinus x kosinus x. Sinuslar gedər alınacaq. Sinus x böl 2 kosinus x. Bu tangesi verdiğine göre olacaq 2'də 1 tangesi x. Yani bir dəqiqə. Hə, burada da katangesi x var. Bunların hasili 1 eləyir. Yəni doğru cavabımız 2'də 1 D variantı. ABC qarşılıqlı sadə ədədlər deməli əbobu 1-dir. Əbobu 1-dirsə onda 3m çıx 11-i 1-ə bərabər eləyir. M də 4 olacaq. Yəni doğru cavabımız 4. Bir dəqiqəm qalıb, üzrsən. Bunu yazım 2 sualı. 2 avtobusda cəmi bu birinci avtobus sərnişinlərin 5'də 3, ikinci avtobus sərnişinlərin 8'də 5'i. Deməli birinci avtobus sərnişinlərin 5'də 3'ü, yəni 5'də 3'ü kişidir. Deməli 5'də 2'si qadındır. İkincidə 8'də 5'i kişidir. 8'də 3'ü qadındır. 2 avtobusda cəmi 35 qadın olarsa, 2 avtobusda. Tutaq ki qadınlar. Burada 2 avtobus. Yəni burada 5'də 2 x götürsən bunu qadınları. X. Buradakı qadınlarda y götürsəm. Yəni 5 8'də 3 y bərabərdir 36'ya. Tutaq ki x götürmüşəm də 5'də 3'ü kişidir, 5'də 3'ü qadındır. İndi 36'sı qadındırsa 2 avtobusda neçəsi kişi qalır? Gəlin oradan da 93'dən 36'nı çıxaq. Qalsın 7. 8'dən 3 57. Olacaq 5'də 3 x üstə gəl 8'də 5 düz yazdıq da. Aha. Bərabərdir 57. Buradan da sistem tənliyi qurub, yəni x, y tapacaqsınız. Yəni tələsdiyimə görə bunu özünüzə tapşırıram. Bu 2 çıx a bərabərdir 3a kvadratı plus 4 böl a'nın kvadratı. Gəlin hər tərəfi kvadrata yüksəldək. Olacaq a kvadratı minus 2 vur a vur 2 böl a üstə gəl 4 böl a'nın kvadratı bərabər 9. Burada da bu 4 eləyir. Olur a kvadratı böl 4a kvadratı bərabərdir. Buradan da 13 eləyir. Yəni doğru cavabımız 13. 19-cu sual. X kvadratı minus a minus 2x bərabər 0. Tənliyin kökləri cəmi. Yəni gəlib vurub açaq da olacaq x-a mənfi 2x plus 2x. Aydındır. Yox, yoxsa düz eləmədim. Düzdür də. Aha. Köklərin cəmini tapmaq. Elə buradan tapmaq olur. Köklərin cəmi bunu verir də. Düzdür. Bunun əkisini. Yəni a minus 2'ni. Onda a minus 2'ni 4'ə bərabər eləsək a da buradan 6 olacaq. Yəni doğru cavabımız 6. Buradan 2 bunu yazaram 2 üstü x vur 2 üstü mənfi 1. Üstə gəl 2 üstü x. Bunu da yazaram 2 üstü x vur 2 üstü 1 bərabərdir. Bunu da yazaram 2 üstü 4x 16'nı. 28'i de yazaram 4 vur 7. Bunu da 2'nin kvadratı yazaram. Bunu da 7. Bunun üstləri toplayaram. Olacaq belə. İndi buradan 2 üstü x'i çıxartsam mötərizədən xaricə. Qalacaq 2'də 1. 1, 2 bərabərdir. Bu da 2 üstü x üstü 4 yazsam. Vur 2'nin kvadratı vur 7. Deməli bunu hesablasa 2 üstü x bu neçə eləyir? 3 tam 2'də 1 yəni 2'də 7 bərabərdir. Onu yazaram 2 üstü 4x hələ ki yazım. Bu 2 üstü 2 yəni bunu 28 yaza bilərəm hələ ki. Ya da belə yazacağım elə. Bir dəqiqə. Bu x üstü 4 yazıram bunu. Yəni hesablamaq üçün. Bunda elə 28 yazıram.
yəqin ki görürsünüz. Bunu yazıram 2 üstü x böl 2 üstü x üstü 4. Bunu da 28'i buraya yazacağım. Bunu buna bölürəm də elə 2-də 7-yə bölürəm. Yəni 28-i vururam 7-də 2-yə. Bu eləyəcək 4 8. Bu olacaq 2 üstü x minus 4x bərabərdir 2-nin kubuna. X çıx 4x bərabərdir 3-ə. Mənfi 3x bərabər 3-ə. X də bərabərdir mənfi 1-ə. Yəni doğru cavabımız mənfi 1-dir. Dostlar, dinlədiyiniz üçün minnətdaram. Onlayn dərslərim başlayır. Sağ olun. İnşallah yeni dərslərdə, yeni izahlarda görüşmək ümidi ilə. Onlayn dərslərimizə qoşulmaq üçün 010 414 1295-ə yaza bilərsiniz. Təşəkkürlər.